Salam, hər vaxtınız xeyir olsun. Gəlin belə bir blok imtahanı üçün limit sualına baxaq, izahına. İzaha keçməmişdən əvvəl blok dərsləri üçün qeydiyyat başlayıb, dərslərə qoşulmaq üçün ekranda gördüyünüz nömrə ilə əlaqə saxlaya bilərsiniz. Gəlin baxaq, deyir ki, x sonsuzluğa, n sonsuzluğa yaxınlaşarkən belə bir ifadə verib. İndi biz gəlin verilən bu kombinizonları sadələşdirək. Gəlin sadələşdirək. Burada kombinizon n-dən 2 bərabərdir. Biz bilirik ki, olacaq n faktorial bölünsün 2 faktorial vurulsun, n çıxılsın 2 faktorial. Bu şəkildə. İndi gəlin biz n faktorial da sadələşdirək. Yazacağım ki, n vuraq, n çıxaq 1, n çıxılsın 2 faktorial. Bölünsün. 2 faktorial biz belki 2 verir. 2 də n çıxalsın 2 faktorial. Bu şəkildə. N çıx 2'lər buradan gedəcək. Olacaq nə? Sürətdə qalacaq n kvadrat çıxaq n. Məxrəcdə olacaq 2. Bax belə. Gəlin həmçinin kombinizon n-dən 3'ü də sadələşdirək. Kombinizon n-dən 3 bərabər olacaq. N faktorial bölünsün 3 faktorial vurulsun, n çıxılsın 3 faktorial. Bu şəkildə. İndi burada gəlin yazaq. N vuraq yenə. N çıx 1. 1 vahid azalda gedirəm. N çıxılsın 2. N çıxaq 3 faktorial. N çıxaq 3 faktorial. Bölünsün. 3 faktorial 6 edir. 6 dənə n çıxılsın 3 faktorial. Bu şəkildə. Yenə də burada n çıx 3 faktoriallar gedəcək. Qalacaq nə? N kvadratı çıxılsın n, vuraq, n çıxaq 2. Bax belə, bölünsün 6. Davam eləyək. Üçüncü sual, daha doğrusu n-dən 1'ə sadələşdirək və n-dən 4'ü sadələşdirək. Kombinizon n-dən 1 bərabər olacaq. N faktorial bölünsün n çıxaq 1 faktorial. Bu da eləyəcək nə? N. Bax belə. Kombinizon n-dən 4 isə bərabər olacaq n faktorial bölünsün 4 faktorial vuraq n çıxaq 4 faktorial. Bax belə. Yenə də gəlin biz baxaq. Burada indi sadələşdirmə aparaq. Yazıram n vuraq n çıx 1, n çıx 2, n çıx 3 və n çıxılsın 4 faktorial. Bölünsün 4 faktorial 24 edir. 24 dənə n çıxaq 4 faktorial. Bax bu şəkildə. Bu şəkildə olmuş oldu. İndi gəlin sadələşdirdiyimiz ifadələri aparaq limitdə yerinə yazaq. Görək nə olacaq. İndi gəlin yazaq. Burada belə yazaq ki, bir dəqiqə, bunu silək buradan. Yazaq ki, bərabərdir. N-dən 2'ni nə tapmışdım? N kvadrat çıxılsın n bölünsün 2 vuraq. N-dən 3 nə idi? N kvadrat çıxaq n vurulsun n çıxaq 2 bölünsün 6 Belə, indi gəl buradan bunları silək. Və n-dən 1 elə n-i verirdi bizə. Bölünsün n vuraq. N-dən də 4 isə gəlin bunu belə yazaq ki, bu n çıxılsın 4 faktoriallar gedir də burada sadələşdirmə fikrimdən çıxıb mənim. Olacaq n kvadrat çıxılsın n vuraq. N kvadratı plus, daha doğrusu minus 5n plus 6 bölünsün, bir dəqiqə, bölünsün olacaq 24. Bax belə. Vəssalam. Yekun bizdə ifadə bax bu qaldı. Yekun ifadə bu qaldı. Gəlin bunu aşağı gətirək. Davam eləyək yazmağa. Bu niyə belə oldu? Bir dəqiqə.
Aha, gəlin elə bunu buradan davam eləyək, yazaq. Belə. İndi gəlin bu ifadəni sadələşdirək. Bu ifadəni ən qısa, yəni ən rahat necə sadələşdirmək olar? Gəlin baxaq, görək necə sadələşdirə bilərik. Heç nə, sürəti vuraq bir-birinə. Sürəti bir-birinə vursam olacaq n kvadrat çıxaq n-in mötərizə kvadratı, üstü n yox, mötərizə kvadratı. Vuraq n çıxılsın 2, bölünsün, məxrəcdə də olacaq 12. 12. Sonra heç nə, gəlin burada da sürət olduğu kimi qalsın. N vuraq, n kvadrat çıxılsın n. N kvadratı çıxaq 5n plus 6 bölünsün 24. Bölünsün 24. Bax belə. İndi buradan baxaq, görək nə edə bilərik. Nə edə bilərik. Bax, burada 12 ilə 24 gedər. Burada qalar 2. 2-ni sürətə vuraram. Olacaq 2 dənə n kvadratı çıxaq n-in kvadratı vurulsun n çıxaq 2 bölünsün, məxrəcdə də olacaq n dənə n kvadrat çıxılsın n və n kvadratı çıxaq 5n plus 6. Bax belə. Bax belə. Davam eləyək buradan. Davam eləyək. Sadələşdirək. Burada mən nə edə bilərəm? Sürəti əslində yaza bilərəm ki, mən burada n kvadratı çıx n-dən, bax bu 2-dən, n-i çıxartsam mötərizə xaricində qalacaq nə? N çıxaq 1, bunun kvadratı vurulsun, n çıxılsın 2, n çıxılsın 2. Bölünsün, bölünsün. Məxrəcdə isə, daha doğrusu, bax burada, mənim fikrimdən çıxıb, burada n çıx 2-nin biri ilə, bu n kvadrat çıx n-in biri ilə məxrəcdəki gedir də elə. Burada nə qalacaq? Qalacaq 2 dənə n kvadrat çıxılsın n, vuraq, n çıxılsın 2, n çıxılsın 2. Bölünsün, bölünsün. N vurulsun. Gəlin elə bunu da birbaşa vurğulara ayıraq. Olacaq n çıx 2, n çıx 3. Bax belə. N çıx 2-lər də getdi. Nəhayət. Qaldı nə? 2 n kvadratı çıxılsın 2n bölünsün n kvadratı çıxaq 3n. Bax bu şəkildə. Yekun bizim ifadə belə oldu. Bizdə sualda nə vermişdi? Vermiş ki, limit n yaxınlaşarkən sonsuzluğa kombinizon n-dən 2 vurulsun kombinizon n-dən 3 bölünsün kombinizon n-dən 1 vuraq kombinizon n-dən 4. Bu şəkildə. Bunun deməli sadələşdirilmiş halı belə imiş. Limit n yaxınlaşarkən sonsuzluğa 2 n-in kvadratı çıxılsın 2n bölünsün n kvadratı çıxılsın 3n. Gəlin indi bu limiti hesablayaq. Burada da gəlin hər tərəfi sürət və məxrəcə n-in kvadratına bölək olacaq. 2n kvadrat bölünsün n kvadrat çıxılsın 2n bölünsün n-in kvadratı və bunu da bölək. Məxrəcdə isə n kvadrat bölünsün n kvadrat çıxaq 3n bölünsün n-in kvadrat bərabərdir. N kvadratlar getdi, qaldı 2 çıxaq. Bununla bu gedir, qalır 2 bölünsün n və bölək 1 çıxaq 3 bölək n. 2 böl n 0 eləyəcək, 3 böl n 0 eləyəcək. Qalacaq nə? 2 çıx 0 bölək 1 çıx 0-dan bu da eləyəcək 2. Deməli, yekun cavab, sualın düzgün cavabı oldu 2.